Leyli ilə Məcnunun ilk dəfə qoyun otararkən tanış olduğunu bilirdiniz. Nizami onları ilk dəfə məktəbdə qarşılaşdırsa da, tarixdə bəlli olan rəvayətlərdə Leyli ilə Məcnun ilk dəfə qoyun otararkən tanış olurlar. Biz bunu Əbülfərəc İsfahaninin Kitab-ül-Əğani əsərində görürük. Bu əsərdə Şərqin məşhur aşiqləri haqqında əsrlər boyu dolaşan rəvayətlər toplanıb. Nizami də Leyli və Məcnun poemasını yazarkən sözsüz ki, Kitab-ül-Əğanidəki rəvayət ənənəsindən bəhrələnmişdir. Ancaq o bu rəvayətləri olduğu kimi qəbul etməmiş, Leyli ilə Məcnunun eşq dastanında bir sıra dəyişikliklər etmişdir. Əvvəlcə o onların tanışlığını dəyişir. Çöldən məktəbə gətirərək qəhrəmanlarını intellektual mühitə yerləşdirir və hekayəni yeni estetik məzmunda yenidən qurur. Amma dəyişən təkcə bu deyildi. Kitab-ül-Əğanidə mövcud olan bəzi rəvayətlərdə Leyli Məcnunu qısqandırmaq üçün qəbilənin başqa oğlanları ilə zarafat edir. Bəzi rəvayətlərdə isə Leylinin nazından bezən Məcnun başqa qızlara meyl göstərir. Hətta bəzi rəvayətlərdə onların nakam məhəbbəti belə sual altına düşür. Qəbilədə heç kim olmayanda Leyli ilə Məcnunun eyni çadırda gecələdiyi nəql olunur. Göründüyü kimi Nizami bu rəvayətləri olduğu kimi təkrarlamamış, o rəvayətlərin içindən ülvi eşq dastanına uyğun gələn məqamları götürmüşdür və bədii idealına uyğun olaraq adi bir məhəbbət əfsanəsini ülvi eşq dastanına çevirməyi bacarmışdı. Bugün Şərqdə və dünyada eşq simvoluna çevrilən Məcnunu biz Nizami qələminə borcluyuq.